İnsan ki düşüncə sahibi olaraq xəlq olunub, təfəkkür sahibi olaraq xəlq olunub. Çünki insanın tərifində biz bu özəllikləri, xüsusiyyətləri görürük. İnsan nədir? Ma huvə insan. İnsan nədir? Onun tərifində, cavabında ki, bu cür deyilir və məntiqlidir, ağlabatandır, öz xüsusiyyətlərinə uyğun olan bir cavabdır. Çünki insan digər yaranmışlardan fərqlidir və üstündür. Nədən ötürü? Bir xüsusiyyətdən ötürü. O da cavabındakı insanın tərifində ki, indi sadalayacağıq. İnsan nədir? Ma huvəl insan, əl-insanu həyəvanun natiq. İnsan deməyin canlı varlıqdır. Bu deyir, kamil cavab deyil. Axı, insan şah əsər olaraq digər yaranmışlardan fərqli olmalıdır və fərqli Allah yaradıb, üstün yaradıb. Üstünlüyü nədə buyurub Allah? Odur. Tərifində bu cür deyir, kamil cavab deyir, bu cür verin. Bu cür kamil cavab insanın tərifinə layiqdir. Ma huvəl insan, insan nədir? Əl-insanu həyəvanun natiq. İnsan düşüncəli canlı varlıqdır. Təfəkkür sahibidir, düşüncə sahibidir. Belə bir canlı varlıqdır. Bu yöndən insan gərək danışıqlarına, düşüncə qabına gərək nəzarət eləyə. Əleyhissalam buyurur ki, rivayətləri mübarək kəlamların birində hər bir şəxs öz dilinin altında gizlənmişdir. Danış, bilim kimsən. Demək, insanı qarşı tərəfə ifadə etmək üçün onun nitq söyləməyi kifayətdir ki, qarşı tərəf səni tanısın. Bu yöndən danışmaqlıq, nitq söyləməli məsuliyyət tələb edir ki, nə qədər söz sənin dilindən xaric olmayıb, ağzından xaric olmayıb, sənin əsərindir. Doğrudan elədir, ha? Ta ki, o sözü ifadə etməmisən, məsuliyyət daşımırsan və o söz nə qədər xaric olmayıb, sənin əsərindir. Elə ki, o sözü ifadə elədin, vay o gündən sən olursan həmən sözün əsəri. Artıq məsuliyyət daşımış olursan. İnsan gərək danışığına, nitqinə, düşüncəsinə, təfəkkürünə gərək nəzarət eləyə. Məxsusən insanın aliliyi, insanın dəyər və qiyməti ki, onun düşüncələri ilə ifadə olunur. Gərək düşüncə qabına hansı meyarı, hansı düşüncəni, hansı fikri yerləşdiyinə gərək nəzarət eləyə. Misal olaraq, bunu paylaşım inşallah. Bir qab təsəvvür edək. İndi hər hansı bir alətdən ola bilər. Taxta parçasından ola bilər, dəmirdən ola bilər, hansısa bir əşyadan ola bilər, kağız məmulatlarından ola bilər. Elə bir zənn eləyək ki, hər hansı bir materialdan bir qutu nəzərdə tutaq, qutu hazırlamış oluruq. Və həmən qutunu biz necə dəyərləndirməyimizi onun içinə qoyacağıq şeylə biz gərək onu meyyara mindirək. Misal olaraq, həmən qutuya biz əgər lazımsız, heç bir dərdə dəyməyən, bihudə şeyləri yığsaq, çox üzr istəyirəm, tullantı onun içinə yığsaq, o sonluqda nə ad alacaq? Zibil qabı. Yəni tullantı, bir dərdə dəyməyən. İndi biz bunu biraz fərqli yandan yanaşaq. Həmən qutuya tullantı qoymuruq. Həmən qutuya hansısa bir dəyərli əşyamızı qoyuruq. Hansısa bir qiymətli, ləl-cəvahirat, qızıl əşya üzüklərindən birini qoyuruq. Sonda həmən qutu nə adlanacaq? Olacaq əşyalı, dəyərli, qiymətli bir qutu, mücri. Doğrudan elədir, ya. Onun içinə nə qoymaqlığımız onu dəyərə yuvarlandırır, onu qiymətə yuvarlandırır. Və həm özünə fayda olacaq, həm həmən qutunu dəyərli edəcək, faydalı bir şey edəcək, həm də qarşı tərəfə də fayda ötürmüş olacaq. O da insan da gərək öz düşüncə qabına, təfəkkür qabına, hansı fikirləri yerləşdiyinə görə nəzarət eləyə, əgər faydalıdırsa, dəyərlidirsə, qiymətlidirsə o kəlamlar, onu gərək fəhm eləyə, onu gərək yaddaşını həkk eləyə, həmən düşüncə qabına qoya və ondan faydalı şəkildə istifadə edir. Ki, Quranda da Allah buyurur,
Tövbə surəsində buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Ya eyyuhellezine amanu ittaqullah və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun, təqvalı olun və doğru danışanlarla birgə olun. Ayənin də bir növ bizə verdiyi ismarız mesaj budur ki, danışanda doğru danışan olun. Çünki sizin danışığınız sizi ifadə edir və bununla yanaşı məsuliyyət daşıyırsınız.